Seçdikcə görürsünüz ki, barmaq girəcək qədər qalınlıqda oldu. Yəni doğradığınız məhsulun nəzikliyin istədiyiniz ölçüdə qoyursunuz. Elə bir ki, burada elə bir ki, santimetrdən götüründə elə bir ki, yarım milli var, bir də 1 santi var. Aralarında budur məsafə. İndi biz bunu istədiyimiz ölçüdə kartoşkanı slayz eləmək üçün burada birinci ölçüsünü düzəldirik. Ondan sonra başlayırıq slayzerini işləməyə. Bu hissəsində bunun itləyən özünün işləri var. Elə bir daşı var ki, bunun diskini itləyir. Bu çox it olur, lezva kimi olur. Daşda lezvadan da pis. Kəsəndə də bu, adamın əli gec sağalır. Yəni bu pis kəsir adamdan. Ona görə bacardığınız qədər ehtiyatlı olmalısınız. Bunu da ki, itləmək üçün də bunu buradan asırsınız və salırsınız aşağı. Gətirirsiniz bunun dişinə. Baba bu hissəyə gəlib çatmalıdır bu. Ondan sonra bunu bağlayırsınız, sıxırsınız da elə bir ki, o ona deyir. Bunu qoşanda hətta müəllim onun əlcəkləri var, görmüsünüz? Hə, dəmir əlcəkləri var, slayzerdə. Həm onun üçün, həm üstürizazat təmizləmək üçün o əlcəklərdən istifadə olunur. Bunu elə bir ki, gətirib burada o istədiyiniz qaydada gətirib çatdırandan sonra bunu gətirirsiniz, bu yavaş-yavaş edirəm ki, itidir deyə çox itləməyə ehtiyac yoxdur. Başlayır düşməyə. Bunun özünün disk kimidir. Sürtdüyücə başlayır bu da fırlanmağa. Bu bir istiqamətin itləyir. Bu da bu bir istiqamətin itləyir. O da ki, onsuz bu çox istifadə olunan şey deyil də, yəni arada bir istifadə olunur deyə gec-gec itləməyə ehtiyac olur. Gəlib bəlkə o qədər çox işlədəsiniz ki, bunu itləməyə ehtiyac olsun. Normal hardasa staj 1 dəqiqədə çoxdur. 30 saniyə zat bəs edir. Çünki bu disk çox fırlanır, tez fırlanır. Yəni bıçaqdan tez itlənir. İş prinsipi vagonda kimi də lor deyil. Kəsmək üçündür. Vagonda da kimi əlindən ehtiyatlı olur, yoxsa vagonda kimi kəsəcək? Məsəl üçün bunun qabağında da olur. Təhlükəsizlik üstündə saxlayan bu hissəsində də olur, burada da olur. Biz məsəl üçün onu mən çıxartmışam bu dəqiqə, mənə belə rahatdır deyə bir şey eləməsinlər, yəni manisürü törətməsin deyə. Amma təzə başlayan işçi olanda biz onları taxırıq, o ilə qoyuruq işləsin ki, əlin kəsməsin. Bir də bu ilə işləyəndə fikriniz ancaq burada olmalıdır. Kimlənsə söhbət edin, bu ilə başlayıb belə işləməyə, onda ki, istər-istəməz əlinizi kəsəcəksiniz. Və bunu ancaq buradan tuta bilərsiniz. Ay qoydum məhsulu dibi qalıb, götürüm əlimlə belə tutum, yavaş-yavaş aparım, olmaz. O dibi qalıbsa o bıçaqla doğraya bilərsən, slayzerin işi qutardı. Yəni sən o əlinlə belə eləsin, istərsəməz axıra əvvəl əlini kəsəcəksən. Yəni bu ilə də istifadə elədiyimiz məhsullar yumuşaq olur. Əlinlə də basırsan onu, biraz da içəri girir. Sürüşəcək, əlini kəsəcəksən. Ona görə ancaq istifadə eləyəndə buradan tutub istifadə eləməlisən. Görürsən, bunun özündə qoruyucu hissəsi var ki, əlinizi qoruyur. Gətirdiniz, bura çatandan sonra nə məhsulun varsa, onu çıxardıb qoymalısan qırağa. Bunu çəkim əlimlə sürtüm, olmaz. İşlədikcə də ki, çəkirsiniz dala qaytarsınız, çəkirsiniz dala qaytarsınız. Amma fikriniz daimi bunda olur. Kimsə sizinlə danışmaq istəyir, gözlə bir dəqiqə işimi qutarım, ondan sonra söhbət edərik. Çünki slayzerlə işləyəndə gərək fikriniz ancaq burada olsun. Fikriniz başqa yerə yayınsa, ki, əlinizi kəsəcəksiniz. Ona görə də bacardığınız qədər təhlükəsizlik qaydalarına riayət eləmək lazımdır. Bunu biz uzun-uzun eləyəcəyik. Bunun görələri var ki, məhsulu saxlasın da orada. Gəlir o məhsula batır, dayanır. Çəkdikcə də ki, bunun ölçüsünü də özünüz istədiyiniz ölçüdə qoyursunuz. Məsəl üçün, indi biz bunu 3-ə saxlayırıq, 3-də. 3-dən başlayacaq slayz eləməyə. Bax. Bunu yavaş-yavaş da eləmək lazım deyil, bax belə. Normal vaxtında aparmaq lazımdır ki, istədiyiniz kimi çıxsın. Görürsünüz, slayz elədiyinizdə bu formada çıxın. Kökü də eləyə bilərsiniz. Çox nazik deyil. Yox, yaxşıdır. Qalınlığı yaxşıdır. Hələ istəsəniz bundan da biraz nəzir eləyə bilərsiniz. Pişməyinə görə. Məsələn, bacardığınız qədər iri kartoşkadan istifadə edin ki,
artığı çox çıxmasın da, yəni. Bax gördünüz ki, bu kəsildi, bu artıq qaldı. Mən bunu götürüm burada bu vəziyyətdə başlayım eləməyə, əlimi kəsəcəm. Olmaz. Bu şey artıqdır. Bunu şey saxlayırıq. Bunu şey heç nə istifadə eləmirik. Yəni bıçaqla bunu biraz nəzikləşdirib qata bilərik yeməyimizə.